İsmail mən buyurun, yeniliklər söylüyor. Nurayna xanım, bilirsiniz, ümumi vətəndaş hər bir zaman özünü müdafiə etmək üçün yalan ifadə də verə bilər və özünü doğru da ifadə verə bilər. Buna yol verilir. Ancaq burada ən əsas kök bağlanılır istintaqın araşdırılması. Xəzər rayonunun polis idarəsinin müstəntiqi ilə Elmir müəllimlə biz əlaqə saxladıq. Həqiqətən bu tərifdir, gözəl savadlı bir müstəntiqdir, polis əməkdaşıdır. Və bugün Xəzər rayonu polis idarəsində o material yoxdur. Materialı təhvil verib Bakı şəhər prokurorluğuna. Nə üçün ki, Şəbnəm xanımla və Nubar xanımla bu şəxslər biz ilk dəfə baş prokurorluqda olduq. Məsul şəxs qəbul edərək Bakı şəhər prokurorluğuna tapşırıq verdi. Bakı şəhər prokurorluğunda da bizi məsul şəxs qəbul etdi. Və bugün baş prokurorluqda Şəbnəm xanımın ərizələri nəzarətdədir və bu yüksək səviyyədə araşdırılır. Bir şey də deyim ki, evin sahibi də iddia irəli sürür. Polisə şikayət verib ki, mənim evim nəyə görə, nə səbəbə görə yanıb. O da evin sahibinin də bu qohumudur. Evin sahibi deyəndə siz o Zəkəriyyə Əndər... Zəkəriyyəni, o qohumları, o evin... Sevda xanım, bəli, o da şikayət edir. Ki, mənim evim niyə yanıb? Aha, Zəkəriyyənin bacısı qızı şikayət edir. İddia irəli sürür ki, mənim evim nə üçün yanıb və hüquq mühafizə orqanları polislərdən də ərizəsini bildirib ki, bu iş araşdırılsın. Bilirsiniz nə tərəfdir? Deməli, bu evin yanması ilə bağlı artıq iki tərəfli şikayət ərizəsi. Qarşı tərəfli, bəli, şikayət var. Bilirsiniz, burada bir balaca, mən deyərdim ki, biz dərhal nə üçün ki, vətəndaşı polis, müstəntiq və yaxud da təhqiqatçı olsun, vətəndaşı qəbul edir, dindirir, izahatını alır. Vətəndaş da dərhal deyir ki, nə varsa bu polislikdir də, polis etməlidir bunu. Bilirsiniz, bu yanğın məsələsində ekspertiziyanı Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilir. Mən deyərdim ki, bələnçən ki, Fövqəladə Hallar Nazirliyindən qismən də düz ekspertiziya keçirilməyib. Yəqin təkrar ekspertiziya keçiriləcək. Yəni bizim müraciətimizdən sonra əgər işə yenidən baxılırsa, demək təkrar ekspertiziya da aparılacaq və çox ciddi olaraq nəzarət altındadır. Mən tam əminəm ki, bu hüquqi cəhətdə araşdırılaraq istintaqda və bəzi tövsiyələrini Bakı şəhər prokurorluğu da verəcək polis istintaqına və orada da araşdırılacaq və biz nəticəni gözləməli, hüquqi nəticə qiymət verilsin. İnşallah bilirsiniz nətərdir ki, bu iki ailə həqiqətən evləri çox pis vəziyyətdədir və bugün çöldədir. Mən tam əminliklə söyləyirəm ki, bunlara bir dəstək olunacaq. Hüquqi cəhətdən də bunlar bir qalib olar.